Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefqahu qavli. Biz keçən söhbətimizdə fitri mərifət haqqında bir kısaca da olsa açıqlama verdik və qeyd etdik ki, Allaha aparan yolların ən əsası fitri mərifətdir. Və bu fitri mərifət insanı ilahi ünsiyyətdə saxlayır və insanda ilahi mərifəti ehya edir, yenidən dirildir. Bu çox önəmli bir məsələdir. Yenidən dirildir, ehya edir. Mən bilərəkdən bu kəlmələri işlədirəm ki, sonradan qeyd edəcəm ki, fitri mərifətin əsas xasiyyətlərindən biri ehya etmək və dirilməkdir. Yaranmaq deyil, bir şey yaranmır fitri mərifətdə. Oyanır, ehya olunur. Bu səbəbdən bu istiqamətdə biz qeyd etdik fitri mərifətin lüğətdə mənasına işarə etdik ki, yəni və qeyd olundu ki, fitri mərifət xüsusi yaranışa deyilir və məhz bu fitri mərifət əsasındadır ki, insan digər yaranmışlardan üstündə, digər yaranmışların fövqündə dayanır və məhz bu fitri mərifət əsasındadır ki, insan ilahi xilafət məqamına layiq görülür. Sonralar biz digər mövzularda açıqlama verəcəyik inşallah bu xilafət və imamət, vilayət, bu anlayışlar haqqında. Amma indidən işarə edeyim, rüşeymləri bu məsələdədir, bu mövzudadır. Fitrət bu mövzudadır, fitrət məsələsindədir. İnsan fitri anlayışı əgər dirçəltsə, gücləndirsə, ehya etsə, yüksəltsə və daha yuxarı, yüksək məqamlara nail ola bilər. İnsanın imkanları məhdud deyil, naməhdud, qeyri-məhdud və sonsuz imkanlara malikdir insan. Və bu sonsuz imkanlarda yüksək dərəcələrə nail ola bilər, yuxarı getdikcə və həmçinin ən alçaq, kiçik dərəcələrə, ən alçaq səviyyəyə enə bilər əgər aşağı enərsə. Buna görədir ki, Quranda da Allah Teala buyurur ki, bəlhum əzəl, ulaiki kəl ən'am, bəlhum əzəl. Onlar heyvan kimidirlər, bəlkə və daha da dəqiq ondan aşağıda. Yəni, insan imkanları hər bir tərəfdən, insan da məhz digər yaranmışlardan fərqi də bundan ibarətdir. İmkanlar, digər yaranışda imkanlar məhduddur. Hər hansısa bir yerə qədər limiti var, məhdudiyyəti var, sonu var. O yerdən sonra onun üçün hərəkət imkanı, inkişaf imkanı yoxdur. Məhz insandadır ki, inkişaf imkanı var. Sonsuz dərəcələrə qədər inkişaf edə bilər. İstər yüksəklikdə və istər aşağı səviyyələrdə. Bu səbəbdən biz fitri mərifəti çox önəmli, çox dəqiq bir məsələ kimi, mövzu kimi qarşılamalıyıq və bütün bu eniş və yoxuşlar və bütün bu hərəkətlər məhz fitri mərifət üzərində qurulur. Fitri mərifət prinsipi üzərində bina olunur. Əgər fitri mərifət özünü ehya edərsə, yüksəkliklərə addım ata bilər. Əgər ehya etməsə, insan aşağılıqlara, aşağı dərəcələrə enmə imkanı var. Buna görə bu mövzu daha dəqiq mövzudur. Biz qeyd etdik ki, fitri mərifət, yəni Allahın özünü bizə tanıtdırması. Ona görə bugünkü söhbətimdə mən bir neçə məsələni bu haqda vurğulamaq istərdim. Ümumiyyətlə, biz keçən söhbətdə ümumi bir anlayış fitri mərifət haqqında verdik və qeyd etdik ki, Allah Teala bizi
öz mərifəti ilə yaratmışdır. Amma bu proses nədən ibarətdir? Yəni, bu fitri mərifətdə olan proses necədir? Mən bugünkü söhbətimdə və ola bilsin digər söhbətlərimdə bu prosesə işarə etmək istərdim ki, necə bizi bu fitri mərifətlə yaratdı? 3 əsas mərhələ mövcuddur ki, Allah Taala bu 3 əsas mərhələni bizim daxilimizdə qoymuş və əgər bu mərhələlər biri digərinə bağlıdır, birinci mərhələdən sonra ikinci mərhələ, ikinci mərhələdən sonra üçüncü mərhələ nəticə verir. Bu mərhələlər nədən ibarətdir? Tanımaq, yada salmaq və təslim olmaq. Bu fitri mərifətin əsas mərhələlərdir. İlkin olaraq fitri mərifətdə biz hər hansısa bir şeyi tanıyırıq. Bu əlbəttə digər mərifətlərdə də mövcuddur. Hər hansısa bir fenomeni, hər hansısa bir qarşımızda olan idrak subyektini biz idrak obyektini və ya idrak obyektini biz ilk olaraq tanıyırıq. Tanıdıqdan sonra bir neçə müddət keçirsə, bir neçə vaxt üstündən keçirsə onu yada salırıq. Və yada saldıqdan sonra yadımıza düşdükdə biz onu qəbul edirik və yaxud təslim oluruq. Onunla uzlaşırıq, onunla razılaşırıq. Hər hansı kəlmələr sizin üçün bu mövzunun açıqlanmasında lazımlıdırsa ondan istifadə edə bilərsiniz. Bəs bu 3 mərhələ fitri anlayışda var. Yəni, biz fitri mərifətdə də biz qeyd etdik ki, Allahı fitrətən tanıyırıq. Allah öz mərifətini, öz idrakını, dərkini bizim daxilimizdə yerləşdirmişdir. Bu səbəbdən biz ilkin olaraq Allahı tanıyırıq. Bu mərhələyə tərif mərhələsi deyilir. Bu terminalı dini kəlamçılar nöqteyi nəzərindən və əlbəttə bu ibarələr rəvayətlərdən, hədislərdən iqtibas olunmuş ibarələrdir. Rəvayətlərdə tərif, təzəkkür və təslim ibarəsi qeyd olunur. İlk olaraq Allah Taala özünü bizə tanıtdırır. Amma bu tanıtdırma insanlar dünyaya gəldikdən sonra kifayət deyil. Lazımlıdır, kifayət deyil. Yaddan çıxır, unudulur, müxtəlif səbəblərlə ki, qeyd edəcəyik. Və yada salmaq lazımdır. Yada salma amillərinə ehtiyac duyulur. Və yada salınandan da sonra insan yada düşdükdə, insan yada saldıqda onunla razılaşır, təslim olur. Lazım deyil ki, insan istər-istəməz ona tərəf sövq olunur. Bu səbəbdən fitri mərifətdə ilkin olaraq Allah Taala özünü bizə tanıtdırmış. Tərif yəni tanıtdırmaq deməkdir. Allah Taala ilk olaraq özünü bizə tanıtdırdı. Və bu tanıtdırma Quranda hansı ayə ilə göstərilir? Quranda Əraf surəsində 172-ci və 173-cü ayələrdə Allah Taala buyurur, məşhur ayədir, hamınız eşitmişsiniz ki, Allah Taala buyurur və iz əxəzə rabbuke min bəni Adəmə min zuhurihim zurriyyətəhum və əşhədəhum əla ənfusihim ələstu bi rabbikum qalu bəla şəhidna ən təqulu yevməl qiyaməti inna kunna ən hâzâ gafilin əv təqulu innəmā əşrəkə ābāuna min qablu və kunna zurriyyətən min ba'dihim əfətuhlikuna bima fəaləl mubtilun. Allah Teala Quranda buyurur Əraf surəsində biz insan övladlarını dünyaya gəlməzdən öncə özlərinə şahid gətirdik və dedik ki, dedim ki, mən sizin Rəbbiniz deyiləmmi? Hamı yekdilliklə bir səslə və bir ürəkdən dedilər ki, bəli, Rəbbimiz, sənsən bizim vahid olan Rəbbimiz və Allahımız. Allah Teala buyurur ki, bu işi gördük və bu şəhadəti və bu sözü insanlardan aldıq ki, sonradan onların bəhanələrinin qabağını alaq və yaxud deməsinlər ki, bizim atalarımız bu yolu getmişlər və biz də öz atalarımızın yolu ilə gedirik. Bu ola bilər, yəni insan ümumiyyətlə iki yoldan istifadə edir. Hər hansısa bir haqla üzləşdikdə, onu qəbul etmək istəmədikdə iki yoldan istifadə edir bir çox hallarda. Ya hər hansısa bir bəhanələr gətirir, hər hansısa bir uydurmalar uydurur və yaxud deyir ki, xeyr, mən ata-babamdan belə görmüşəm.
Bu hal-hazırda da bu ünsürlərdən, bu amillərdən istifadə edənlər çoxdur. Ata-babalarımız belə, hətta dini dairədə, hətta xüsusi dairələrdə bu sözlərdən çox istifadə olunur. Halbuki bu sözün əsası cahiliyyət dövrünə qayıdır. Ki, ata-babalarımız belə deyir. Ata-babaların deməsi əsaslı deyil. Allahın deməsi əsaslıdır. Əgər ata-baba sözü ilə uzlaşırsa nə yaxşı, əgər uzlaşmırsa Allahın sözü ata-babanın sözündən üstündür. Buna görə Allah Teala işarə edir ki, biz insan övladlarından dünyaya gəlməmişdən öncə söz aldıq, onları özlərinə şahid gətirdik ki, mən sizin Rəbbiniz deyiləm, hamı yekdilliklə qəbul etdi və şəhadət verdilər ki, Allah bizim vahid Rəbbimizdir. Bunu belə etdik ki, sonradan bəhanə gətirməsinlər və ya deməsinlər ki, ata-babalarımız bizi öz yollarına sövq etdirmişdir. Xeyr, Allah Teala buyurur ki, biz öncədən bu sözü sizdən aldıq, biz öncədən özümüzü sizə tanıtdırdıq. Yəni, mən bu məsələyə işarə etmək istəyirəm ki, Allah Teala bu ayə ilə tərif, tanıtdırma məqamına işarə edir ki, bu da bir növ, həm bu fitri ayələrdən biri də sayılır Quranda. Yəni, fitri ayə olduğu ilə bərabər məhz fitrətin tərif və tanıtma məqamına işarə edir. Allah Teala buyurur ki, mən özümü sizlərə tanıtdırdım. Öncədən sizlərə tanıtdım. Və bu tanıtma birbaşa olaraq biz rəvayətlərdə rastlaşırıq ki, ümumiyyətlə bunu tanıtdırma hansı formalarda baş vermişdi ki, mən indi işarə edəcəm. Bəs görürük ki, Allah Teala Quranda bu tanıtma məqamına işarə etmişdi. Həmçinin digər bir ayədə فَإِذَا رَكِبُوا فِي, yəni fitrət ayəsinə işarə edə bilərik. فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعْوُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ. Biz insanlar gəmiyə mindikdə, tufanla, böyük bir fəlakətlə qarşılaşdıqda Allahı çağırırlar. Bu ümumiyyətlə gəmi və yaxud tufan dedikdə Allah Teala məhz dünyada insan həyat tərzinə işarə edir ki, və oxşadır bu dünyanı gəmiyə və ya dünyada olan hadisələri hardasa nalayiq və xoşa gəlməz hadisələri tufana ki, məhz bu zamanda insan Allahı yada salır. Amma sahilə çıxdıqda, aramlıq tapdıqda, sakitçilik tapdıqda Allaha müşrik olurlar. Bu da nəyi çatır? Bu da bir növ fitri mərifətə sübut olan ayələrdəndir ki, Allah Teala buyurur ki, bu ki Allahı çağırır, kimsə ona deməmişdir ki, bu öz daxilindən bunu hiss edir, duyur və ilahi mərifət işığı belə bir vaxtlarda özünü göstərir. Əlbəttə, mən yenə qırağa çıxmaq istəmirəm, haşiyə çıxmıram, amma qeyd edirəm ki, ilahi mərifət, fitri mərifət o zaman öz həqiqətini göstərir, o zaman dəyərə minir, o zaman qiymətlidir ki, insan bu fitri mərifəti istər sakit vaxtlarda, istər qeyri-sakit vaxtlarda, istər hardasa çətinliklərdə, istər rahatlıqlarda bu ilahi mərifəti özündə ehya edə bilsin. Əsas məsələ budur. Amma bu qeyri-adi zamanlarda, çətinliklərdə fitri mərifətin oyanması çox da bu hamıya hardasa aiddir. Bütün insanlar bunu dərk edə bilirlər. Neysə, mən çox qırağa çıxmaq istəmirəm. Sadəcə işarə etmək istədim ki, biz fitri ayələri Quranda görürük və əlbəttə bu fitri ayələr ilkin olaraq birinci mərhələ olan tərif məqamına işarə edir. Yaxşı, biz Allahı tanıyırıq. Allah özünü bizə tanıtdırır. Bir çoxu sual verir ki, əgər doğrudan da Allah Teala özünü bizə tanıtdırıbsa, biz Allahı fitrətən tanıyırıqsa, Allahı biliriksə, duyuruqsa, hiss ediriksə, nəyə görə bəs bir çox insanlar tanımır, belə deyək də, Allahı tanımır və ya Allaha iman gətirmir və yaxud əməl etmirlər. Bunun əlbəttə digər səbəbləri var. Biz rəvayətlərdə iki əsas məsələ qeyd olunur bu fitri tərif və tanıma məqamı üçün. Onlardan biri bundan ibarətdir ki, ümumiyyətlə belə bir mərifət və idrak, əgər biz keçən söhbətlərdə qeyd etdik ki, belə bir mərifət və idrak olmasaydı, heç kim Allahını tanımazdı. Yəni, məhz Allah Teala
öz mərifətini bizim daxilimizdə qoymaqla özünü bizə tanıtdırıb və digər mərifətlər də bu mərifət əsasında qurulur. Biz keçən söhbətdə bunu qeyd etdik. Amma iki məsələ daha önəmlidir. O da bundan ibarətdir ki, insan bu dünyaya gəldikdən sonra insanlar etiraf və təsdiq etdikləri yeri unutmuşdular. Bu rəvayət və hədislərdə öz əksini tapır. Yəni, insan bu dünyaya gəldikdən sonra öncəki dünyada, öncəki aləmdə, öncəki bir üzləşmədə, hansı ibarə, mən müxtəlif bu ibarələri deyirəm ki, hər hansısa bir sual fikrə gəlməsin ki, öncəki dünya, yəni bundan qabaqki dünya, yox, mən ona görə deyim, öncəki dünya, öncəki üzləşmə, ola bilsin, hər hansısa bir öncəki bir dünya olsun, ola bilsin, hər hansısa bir üzləşmə olsun bu dünyanın özündə. Bunlar müxtəlif əlbəttə təfsirlər də mövcuddur, mən o təfsirlərə daxil olmuram, o təfsirlər haqqında söhbət etmək istəmirəm. Məhz bu məsələnin prosesini qeyd etmək istərdim ki, Allah Teala ki, öz mərifətini bizim daxilimizdə qoyub, yəni özünü bizə tanıtdırıb. Amma bir çoxları bu tanımanı yaddan çıxardırlar. Hardasa dünyaya gəldikdən sonra, bu dünyada böyüyüb başa çatdıqdan sonra, bu dünyada hərəkət etdikdən sonra yaddan çıxır. Əlbəttə, yaddan çıxma məsələsinin amillərini sonra qeyd edəcəm. Amma nəyə görə bu dünyada məhz insan biganələşir? Birinci məsələ bundan ibarətdir ki, ümumiyyətlə, insan bu dünyaya gəldikdən sonra o yeri yaddan çıxardır. Yeri yaddan çıxardır. Biz yenə də bu cümləni deyirəm, çünki rəvayətdə mövcuddur. Zürarə İmam Sadiq əleyhissalamdan belə bir hədisi qeyd edir ki, İmam Sadiq əleyhissalam misaq ayəsi, yəni bu oxuduğumuz ayə, Əraf surəsindən oxuduğumuz ayə misaq ayəsi, zər ayəsi də adlanır. Bu misaq ayəsi haqqında soruşur Zürarə İmam Sadiq əleyhissalamdan və İmam Sadiq əleyhissalam buyurur, səbətətil mərifə fi qulubihim və nəsul mavqif. Allah Teala'nın mərifəti insanların ürəyində yer tutdu, canlandı, insanların ürəyinə daxil oldu. Amma insanlar bu dünyaya gəldikdən sonra o yerdə Allaha verdikləri sözü yaddan çıxartdılar. O yeri yaddan çıxartdılar, sözü yox. O yeri yaddan çıxartdılar. Səbətətil mərifə fi qulubihim və nəsul mavqif və səyəzkurunəhu yevmən. Amma haçansa yenə də o yeri xatırlayacaqlar. وَلَوْ لَا ذَٰلِكَ لَمْ يَدِرْ أَحَدٌ مَنْ خَالِقُ وَلَا مَنْ رَازِقُ. Əgər o yer olmasaydı, heç kəs bilməyəcəkdir kimdir insanın yaradanı və kimdir insana ruzi verən. Bu çox gözəl bir hədis. Yəni bu hədis, İmam Sadiqdan olan bu hədis insana daha da fitrət haqqında olan mərifəti genişləndirir. Ki Allah Teala öz mərifətini insanlara vermiş, amma biz axı bu dünyada doğrudan da ola bilsin daxildə hər hansısa bir çətinliklərdən Allahı hiss edirik, amma bizim yadımızda deyil axı, o yer yadımızdan çıxıb. İmam da bunu buyurur. İmam buyurur, düzdür. İlahi mərifət insan daxilində yer tapdı, amma insan bu dünyaya gəldikdən sonra o yeri unutdu, amma haçansa yenə yada salacaq. Əgər birdən o yerdə o söz olmasaydı, Allah Teala insanları özlərinə şahid gətirməsəydi, Allah Teala insanlardan söz almasaydı, heç kim bilməzdi kimdir insanın xaliqi və kimdir insanın ruzi verəni. Məhz bu mən kimdir, kimdir sözü insanı Allahla üzləşdirir, demir. Əgər o yer olmasaydı, insanlar bilməyəcəkdilər ki, bir xaliqləri var və yaxud bir ruzi verənləri var, yəni uzaqdan bir tanı, yox, mən xaliquhu, İmam buyurun, kimdir? Yəni o yerdəydi ki, insanlar Allahın kimliyi ilə tanış oldular. Amma məhz burada insanlar o yeri yaddan çıxartmış, amma o mərifət insanlar daxilində qalmış. Amma ikinci məsələ nədən ibarətdir? İkinci məsələ bundan ibarətdir. Görəsən, bizim daxilimizdə burada yada saldığımız fitri mərifət eyni ilə bu dünyadan öncəki dünyada olan fitri mərifətin eynisidir, yoxsa yox? Bu da bir məsələdir. O da bundan ibarətdir ki, ümumiyyətlə, burada yada saldığımız mərifət də öncəki, yəni Allahın bizdən söz aldığı mərifətin eynisi deyil. Onun hardasa oxşarıdır, amma eynisi deyil. Əlbəttə, insan onu o mərifətin eynisinə çevirə bilər, sonradan öz əməl və hər hansısa bir hərəkəti, inkişafa olan hərəkəti istiqamətində. Amma məhz insanın yadına düşən mərifət o mərifətin eynisi deyil.
o mərifətin oxşarıdır. Yenə də imam buyurur ki, Kânə zâlikə, İmam Sadiq əleyhissalam buyurur ki, Kânə zâlikə muayinətəllah. Orada insanlar Allahla üzləşmişdilər, üzə idilər. Fənsahumul muayinə. Amma bu üzləşməni bu dünyada yaddan çıxartdılar. Və əsbətəl iqrarə fi sudurihim. Amma o ki, iqrar etdilər, o ki, söz verdilər, o söz öz izni insan daxilində qoyub. Və ləvla zəlikə ma ərəfə əhədun xaliquhu və la raziquhu. Əgər belə bir söz olmasaydı, heç kim bilməyəcəkdi ki, kimdir xaliq və kimdir ruzi verəni. Və huvə qovlullah və lə insəltum mən xələqəhum lə yəqulunnəllah. Və bu həqiqətdir Allahın kəlamının mənası ki, buyurur. Əgər onlardan soruşsan, kimdir sizin xaliqiniz deyəcəklər Allah. Və bu, insan daxilində olan fitrətə işarədir. Qısa olaraq konkret mən işarə edim ki, bəs birinci mərhələ fitrətdə Allahın özünü bizə tanıtdırmasıdır. Amma bu tanıtdırmadan sonra bu dünyada insan o yeri yaddan çıxardır və bir də bu tanıma o dünyada olan, öncəki dünyada olan tanımanın eynisi deyil, onun oxşarıdır və digər mərhələləri inşallah sonraki söhbətimizdə davam etdirəcəyik. Və selamu aleykum və rəhmətullahi və bərəkatuhu.